Çobanların həyatı ilə bağlı mən uzun müddətdir ki, bir layihə işləmək istəyirdim. Sadəcə istərdim ki, çobanların həyatı, onların yaşam tərzi, qışlaq həyatı, yaylaq həyatı haqqında bir layihə hazırlayım. Çobanları müəyyən bir mərhələdə razı saldıqdan sonra, artıq onların güvənini qazandıqdan sonra qışlaq ərazisində rahat çəkilişlərə başladıq. Qışlaq ərazisinin ətrafında olan qədim məzarlıqlar, məsələn, pir ziyarətgahlar var idi. Onların çəkilişini etdik. Çünki layihənin ən əsas məqsədlərindən biri bu idi. Köç yolu üzərində olan tarixi abidələri də göstərmək. Fotoların insanlara həqiqətən təsirli formada çatması ən əsas səbəbi fotoqrafın çobanlarla birlikdə eyni əziyyəti çəkməsidir. İmkan yaradıb bunu maşınla da gedə bilərik. Məsələn, kənardan dayandıq məntəqədə çəkdik, yenidən maşına mindik. Bu eyni ab-havanı verməyəcək. Ən əsas məsələ çobanlarla birlikdə bu yolu getməkdir. Çünki yolun hər saniyəsində müxtəlif anlar yaşanır. Burada ən əsas məsələ köç yolu üzərində olan nə mənzərələrdir, nə işin romantikasıdır, çoban həyatı, gözəllik, mənzərə və s. Bunların da öz yeri var. Amma ən əsas məsələ burada insan faktorudur. Min illik bir prosesdə insanın rolu bu prosesdə nədir? Orada mən bir çobanla danışdım. Dedi ki, övladımı Qubada və Bakıda olan qohumlarımın yanına qoyuram ki, təhsilini davam etdirə bilsin. Və burada başa düşülür ki, artıq o övladı ilə aylarla görüşə bilmir. Yəni bunun artıq görülür ki, köçsün insan həyatına müəyyən qədər mənfi təsirlər də var. Orada məsələn bir çoban var idi. Məsələn deyirdi ki, mən hər şeyimi satıb Bakıya da gələ bilərəm. Bu həyatdan imtina edə bilərəm. Bəs sonra necə olacaq? Deyir ki, mənim ulu babam, atam hamısı çoban olub. Yəni bu bizim artıq bir həyat tərzimizdir. Bəli, bu həyat tərzinin bir çətinlikləri var. Övladımızdan, evimizdən aralı düşürük. Bütün günü yollardayıq. Amma yəni bu bizim artıq həyatımızın bir parçasıdır. Mənim də ən əsas məqsədim, necə deyim, insanların bu xoşluqla qəbul etdiyi bu bir həyat tərzini fotolarımla göstərmək, şəhərdən kənarda da müəyyən bir həyatın olduğunu, yəni müxtəlif həyat koloritlərinin olduğunu bu layihə vasitəsilə göstərməkdir.